Salam əziz şagirdlər. Bu günlərin biz sadəcə 3-cü sınavımızın cavablarının video izahını verəcəyik inşallah. Başlayaq həmən birinci sualdan. Birinci sual Eldənizlər dövləti ilə Səfəvilər dövlətinə aid oxşarlıq istəyir. Deməli A cavabına baxırıq. Şirvanşahlar dövləti ilə dost və müttəfiq olmaları. Səfəvilər dövləti ilə Şirvanşahlar dost və müttəfiq ola bilməz. Tam tərsinə Səfəvilər dövləti yaranmadan öncə də bilirik ki, Şirvanşahlarla mübarizə aparıblar. Səfəvilər dövlət olandan sonra da zaten asıl hala salıb bir müddət sonra da süquta uğradıblar. Eldənizlərdə bəlkə də ola bilsin ki, elə düşünə bilərik. Amma Eldənizlərdə də elə bir şey yoxdur. Eldənizlər də Şirvanşahlar özündən asıl hala salıb bir müddət. Şirvanşahlarla dost və müttəfiq olan bilirik ki, Ağqoyunlu dövlətidir. Ona görə də bu oxşarlıq deyil. B cavabında hökmdarların sultan titulu daşımaları. Bəli, Eldənizlər dövlətində bilirik ki, sadəcə 3-cü hökmdar Qızıl Arslan sultan titulu götürüb. Amma Səfəvilərdə belə bir şey yoxdur. Çünki Səfəvilər dövlətində Şah İsmayıldan bilirik ki, bu dövlətin hökmdarları bir qayda olaraq şah titulu götürürdülər. Ona görə də B də doğru cavab deyil. C-də deyir ki, Kürdən şimaldakı Azərbaycan torpaqlarını əhatə etmələri. Bəli, biz bilirik ki, Eldənizlər də Səfəvilər də Azərbaycan torpaqlarını vahid dövlət şəklində birləşdirib. Əgər ikisi də Azərbaycanı birləşdiribsə, deməli artıq bu istiqamətin fərqi yoxdur. İstər Kürdən şimal deyək, istər Kürdən Araz çay arası deyək, istər Arazdan şimal, Arazdan cənub fərq eləmir. İstənilən istiqamətdə Azərbaycan torpaqlarını əhatə etməklə bağlı sual düşürsə, həmən biz burada müsbət cavab verməliyik. Çünki dediyimiz kimi hər iki dövlət Azərbaycanı birləşdirib. Ona görə də burada doğru cavab C-dir. D ilə Y müvafiq olaraq onlar da səhvdir. Nəyə görə səhvdir? Çünki D-də deyilir ki, Ağqoyunlu dövlətinə qarşı mübarizə aparmaq. Eldənizlərin dövründə təbii ki, Ağqoyunlu dövləti olmayıb. Ağqoyunlu dövləti 15-ci əsrdə yaranıb. Eldənizlər 12-13-cü əsrlərdə mövcud olub. Y cavabında isə Azərbaycanın şimal torpaqlarında yaranmaq. Biz bilirik ki, Eldənizlər Azərbaycanın şimal torpaqlarında yaranıb. Arran adlanan ərazidə, yəni Kürlə Araz çay arasında və məhz ilk paytaxtı da Naxçıvandır. Naxçıvanda bilirik ki, Kürdən cənubda, Arazdan şimalda yerləşir. Səfəvilər isə Təbrizdə yaranıb. İsmail özünü şah elan etməklə, deməli, Səfəvilər cənubda yaranıb. Yəni, bu dövlətlərdən biri şimalda, biri cənubda yarandığına görə bu fərqdir, oxşarlıq deyil. D-də cavab deyil təbii ki. Deməli, ikinci suala keçək. İkinci sual deyir ki, eyni əsrə aiddir. Baharlı dövləti ilə Teymurilərin mübarizə aparması. Bu, deməli, uşaqlar, bizim kitaba görə bildiyimiz, ən azından bildiyimiz orada Qaraqoyunlu və Ağqoyunlu mövzularına nəzər yetirsək, Qara Yusif mövzusuna baxsaq, orada görərik ki, burada ən azından bu 15-ci əsr hadisəsidir. Yəni, indi bizim kitabda yoxdur, amma 14-cü əsrdə də mübarizə aparıblar, amma bizim kitabda yoxdur. Ən azından 15 kimi götürməliyik. Əgər 15 götürsək bunu, digər hadisə Həsən bəy Sultan II. Mehmetlə danışıqlar aparması, bu da deməli 15-ci əsrdə baş vermiş hadisədir. Bilirik ki, 2. Mehmetlə Sara Xatun vasitəsilə danışıqlar aparılıb. Bu da 15-ci əsr hadisəsidir. Deməli, elə doğru cavab burada A-dır. B cavabına yenə də kontrol edək. Albaniya dövlətinin varlığına son qoyulub 8-ci əsr. Babəkin Ərəb xilafətinə qarşı mübarizə aparması 9-cu əsr. Deməli, fərqli əsrlərdir. C-də deyilir ki, B səhvdir. C-də deyilir Naxçıvan Atabəylərin paytaxtına çevrilməsi. Bu, deməli, 12-ci əsrdir. Biz bunu bilirik. Ağqoyunlu dövlətin yaranması 15-ci əsrdir. Deməli, bu da doğru cavab deyil. D. Uzun Həsənin padşah titulu alması. Bu, təbii ki, 15-ci əsrdir. Səfəvilər dövlətinin yaranması isə biz bilirik ki, bu 16-cı əsrdə baş vermiş hadisədir. Yenə olmur. Və Y cavabında deyir, Şirvanşahların Səfəvilər dövlətinin tərkibinə qatılması. Bu, baş verib 16-cı əsrdə. Səfəvlərin Ərdəbili idarə etməyə başlaması, biz bunu bilirik ki, 13-cü əsrdə Şeyx Səfiyyəddindən başlayır bu proses. Ona görə də bu da yanlış cavabdır. Davam eləyək. Üçüncü sual. Üçüncü sualda deyilir ki, Səfəvilər dövlətini Ağqoyunlu dövlətinə fərqli olaraq. Səfəvilər dövləti Ağqoyunludan fərqli olaraq 17-ci əsrdə mövcud olub. Cavabın biri budur. Bəli, Səfəvilər 16-da yaranıb, 18-də süqut eləyib. Deməli, arada qalan 17-ci əsrdə mövcud olub. Ağqoyunlu isə 16-cı əsrdə süquta uğradılıb. Bu fərqin biri budur. Osmanlı ilə qarşı mübarizə aparmaq bu hər ikisində var. Ona görə olmaz. Oxşarlıqdır. Türk mənşəli dövlət hər ikisinə aiddir. Bu da oxşarlıqdır. Və dördüncü cavabda Azərbaycan dilinin dövlət elan edilməsi. Bilirik ki, ilk dəfə bunu Səfəvilər dövlət edib. Ona görə də 1 ilə 4, yəni Y cavabı doğru cavabdır. Dördüncü suala gəlirik. Dördüncü sualda sual Atabəylər dövlətinə aiddir. Sxem verilib. Sxemdə Atabəylərə aid 2 xüsusiyyət verilib və üçüncünü tapmağımızı istəyir. Baxırıq burada cavablara. 12-ci əsrdə Azərbaycanın cənub torpaqlarında yaranmışdı. Bu yanlış cavabdır. Çünki bayaq da dediyimiz kimi Atabəylər şimalda yaranıb, ola bilməz. İlk paytaxtı Təbriz olmuşdu. Bu da yanlışdır. Çünki biz bilirik ki, ilk paytaxtı Naxçıvan olub.
Sacilər dövləti ilə müttəfiq olmuşdu. Bu da ola bilməz, çünki Sacilər dövləti 9-10-cu əsrlərdə olub, Atabəylər isə 12-13-cü əsrlərdə mövcud olub. Təbii ki, bu da mümkün deyil və ilk sultanı Şəmsəddin Eldəniz olmuşdu. Bu da yanlışdır. Biz kitabdan bilirik ki, ilk sultanı Şəmsəddin Eldəniz ilk hökmdarı olsa da sultan titulu götürməyib və Eldənizlər tarixində ilk dəfə, Atabəylərin tarixində ilk dəfə bu titulu götürən onun kiçik oğlu Qızıl Arslandır. Qızıl Arslandır. Ona görə də biz burada bundan da imtina edirik və qalır doğru cavab. Burada ərazisində müxtəlif tikililərin inşa edilməsi. Bəli, Atabəylər dövlətinin ərazisində əlbəttə ki, müxtəlif tikililər inşa edilib. Nümunə olaraq Naxçıvanda inşa edilən, 12-ci əsrdə inşa edilən Memar Əcəmi tərəfindən nəzərdə tutduğumuz Möminə Xatun türbəsidir, Suyusi Bibin Küseyir türbəsidir və digər tikililəri deməli nəzərdə tutulur. Ona görə doğru cavab yedir. 5-ci sual, deməli, Manna Atropaten Albaniya heç birinə aid olmasın. Eradan əvvəl 1-ci minilliyin, deməli, 1-ci minilliyin birinci yarısında yaranıb bu Mannaya aiddir. Yazaq, yəni Manna nəzərdə tuturuq burada, deməli, aiddir, birinə aiddir. Yadeli hücumlarına məruz qalıb hamısına aiddir. Əhalisi yerli pullardan istifadə edirdi. Bu Atropatena ilə Albaniya aiddir. Paytaxtı Göyçə gölü sahilində yerləşirdi. Bəli, baxırıq. Burada doğru cavab budur. Niyə görə indi yeni də deyim, ondan sonra deyəcəm. Yenə yanlışdır. Kür çayından şimalda əhatə edirdi. Bəli, Albaniya dövləti Kür çayından şimaldakı torpaqları zaten əhatə edirdi. Gələk doğru cavaba. D cavabı nəyə görə yanlışdır? Heç birinə aid deyil. Çünki birinci növbədə Göyçə gölü sahilində paytaxtı, Mannanın paytaxtı, Atropatenanın paytaxtı, birininki İzirtu, birininki Qazaka, Göyçə yox, Urmiya gölü sahillərində yerləşir, yaxınlığında yerləşir. Təbii ki, olmaz. Albaniyanın paytaxtı isə, ilk paytaxtı isə deyəlim ki, Qəbələ zaten Kürdən şimalda yerləşir, Göyçə gölü sahilində ola bilməz. Düzdür, deyə bilərsiniz ki, ikinci paytaxtı Bərdədir, amma Bərdə də təbii ki, xəritəyə baxsaq görərik ki, Göyçə gölü sahilində yerləşmir. Lap maraq üçün biz bunu xəritədə də göstərə bilərik. Bəli, hal-hazırda siz xəritəni görürsünüz, Albaniya və Atropatena, baxın. Bu Göyçə gölü sahilində, o demək ki, bax, mən çəkdiyim o xətt üzrə şəhər burada olmalıdır. Bu çəkdiyim Göyçə göl ətrafında olmalıdır. Və Qəbələ görürsünüz, məsafəyə fikir verirsiniz, Qəbələ hardadır, Qazaka hardadır. Yəni Urmiya gölü yaxınlığında olsa da, yəni Göyçə gölün aidiyyəti yoxdur. Bərdə də təxminən burada yerləşir. Bərdə də hardasa təxminən burada yerləşir, bax, bu hissədə. Yəni bu da Göyçə gölü sahili təbii ki, sayılmır. Arada xeyli məsafə var. Ona görə də burada bir daha deyirik. Doğru cavab nə oldu burada? Doğru cavab D oldu, bəli. Gəldik 6-cı suala. Aşağıda adı verilmiş tarix şəxsiyyətlərdən hansı yeni bir dövlətin əsasını qoymamışdır? Burada çaşmayaq, diqqətli oxuyaq. Yəni bu o deməkdir ki, bu 5 hökmdardan, bu 5 şəxsdən biri dövlət qurucusu deyil. Yeni bir dövlət yaratmayıb. Bilirik ki, Şəmsəddin Eldənizlər qurucusudur. Uzun Həsən Ağqoyunlu dövlətinin, Şah İsmail Səfəvilərin, Qara Yusuf Qaraqoyunluların, təbii ki, burada cavab deyilir. Səlcuq bəy Səlcuqlu dövlətinin qurucusu deyil. Bunu bəzən biz aldanırıq, elə düşünürük, amma elə deyil. Səlcuqlu mövzusunda deyildiyi kimi, Səlcuqlu dövlətini Səlcuq bəyin varisləri yaradıb. Ona görə doğru cavab deyilir. 7-ci sual Şirvanşahlar dövlətinə aiddir. Kür çayından cənubdakı torpaqlarda yaranıb, xeyr, tam tərsinə Kürdən şimalda yaranıb, Qızılbaş hücumlarına qarşı müdafiə olunub, bəli, bu doğru cavabdır. Biz bilirik ki, 15-ci əsrin sonu, 16-cı əsrin əvvəllərində Şeyx Heydərdən də bilirik, orada belə bir hissə var ki, deməli, Qızılbaşlarla, deməli, Ağqoyunlu və Şirvanşahlar Qızılbaşlarla mübarizə aparır. O mübarizə zamanı Heydər öldürülür, Şeyx Heydər öldürülür, oradan onu hiss edirik. Daha sonra isə İsmail hadisəsində biz görürük ki, Şeyx İsmail Gülüstan qalasını deyir, mühasirəyə alır. Orada onun məşhur müraciəti var, sizə Gülüstan qalası lazımdır, yoxsa Azərbaycan taxtı, yəni Təbrizə hücum edək, yoxsa Gülüstan qalasında vaxt itirək. Biz təbii ki, onu bilməliyik və araşdırmalıyıq ki, Gülüstan qalası harada yerləşir. Gülüstan qalası da Şamaxıda yerləşir. Dolayısıyla təbii ki, bu Şirvanşahların ərazisidir. Deməli, Şirvanşahlar Qızılbaş hücumlarına qarşı müdafiə olunublar. Digər cavablar yenə yanlışdır. Sacilər dövlətindən sonra yaranıb, xeyr, Sacilərdən əvvəl yaranıb. Biz bilirik ki, bilməliyik ki, xilafətin zəifləməsi nəticəsində yaranan ilk dövlətimiz məhz Şirvanşahlardır, sonra Sacilərdir. Bu da yanlış olur. D-də 11-ci əsrdə Eldənizlərin tərkibində olması bu cümlə yanlışdır. Çünki Eldənizlər özü 12-ci əsrdə yaranıb. 15-ci əsrdə Ağqoyunlarla birlikdə Səfəvilər dövlətinə qarşı mübarizə aparmaq. Burada da yenə cümlə xətası yanlışı var. Görürsünüz, burada dövlət yazılıb. 15-ci əsrdə Səfəvilər hələ dövlət deyil idi. Əgər olsaydı 15-ci əsrdə Ağqoyunlarla Səfəvilərə qarşı mübarizə aparmaq, o zaman düz olardı. Ağqoyunlarla birlikdə Səfəvilərə qarşı yazsaydı düz olardı. Amma dövlət olduğuna görə üstündən görürsünüz xətt qoydum və 15-ci əsr olduğuna görə olmaz. Ona görə bir daha deyirəm, doğru cavab B-dir.
Gəlirik 8-ci suala. 8-ci sualda deyilir ki, Manna hökmdarı İranzunun tədbirlərinə aid sxemi tamamlayın. Biz İranzunu bilirik, tanıyırıq. O, ölkə vilayətlərini birləşdirib, mərkəzi hakimiyyəti möhkəmləndirib. Zirtunu paytaxt edə bilməz, çünki ilk hökmdar deyil. Bütün Azərbaycanı birləşdirə bilməz. Heç bir qədim dövlətimiz Azərbaycanı birləşdirməyib. Ölkə iqtisadiyyatını və hərbi gücünü zəiflətdi. Bu da yanlışdır, tam tərsinə. Onun dövründə iqtisadiyyat və hərbi gücü dövlətin artır. Ölkəsini işğal olmuş torpaqlarını azad etdi. Bəli, doğru cavab budur. Yəni D cavabı gəlməlidir bura. Sual qoyulan yerə. Yəni ki, bəli, biz bilirik ki, o Aşurla ittifaq bağlayaraq bir yerdə Urartuya qarşı mübarizə aparır və Urartunun işğal etmiş torpaqlarını, Mannanın işğal etdiyi torpaqları geri qaytarır. Y cavabı da yanlışdır. Burada ilk Azərbaycan dövlətinin əsasını qoymuşdu. Bu da bilirik ki, İranzu Mannanın ilk hökmdarı deyil. Doğru cavab burada ona görə deyil. Gəldik 9-cu suala. Burada Azərbaycanda xış əkinçiliyi mövcud olduğu dövr deyil. Bunu biz xış əkinçiliyi mövcud olduğu dövr deyəndə Tunc və elə şey götürməliyik ki, Tunc və Dəmir dövrünə uyğun olsun. Deməli, burada da baxırıq, ox və kamanın kəşf edilməsi olmaz. Çünki bu daş dövrüdür. Təsərrüfatda metal alətlərdən istifadə olunmaq, bəli, bu doğru cavab budur. Metal alətlər deyəndə nəyi nəzərdə tutur? Mis, sonra tunc və dəmir. Biz bilirik ki, tunc dövründə əlbəttə ki, həm misdən, həm tuncdan istifadə edilirdi. Metal alət olaraq dəmirdə də təbii ki, müvafiq olaraq həm misdən, həm tuncdan, həm dəmirdən istifadə etmə ehtimalı var. Ona görə doğru cavab verir. C yanlışdır və B də, Y də bunların hamısı niyə yanlışdır? Çünki insanların mağaralarda yaşamağa başlaması, ilk əkinçilik alətləri və ilk dini inanclar, bütün bunlar hamısı daş dövrüdür. Ona görə də biz B cavabını götürməliyik. Gəldik 10-cu suala. Xəritə sxemdə ərazi ştrixlə, yəni cizgilərlə verilmiş dövlətin 12-ci yüzillik tarixinə aiddir. Deməli, biz birinci növbədə bu ştrixlənmiş ərazi hansı dövlətin ərazisi olduğunu bilməliyik. Bu bir. Birincisi. İkincisi də bu, biz həmən dövləti tapandan sonra onun 12-ci əsr tarixini nəzərdə tutmalıyıq. Bu ərazi təbii ki, biz bilirik, bilənlər bilir, bilməyənlər də bilsin ki, bu Şirvanşahlar dövlətinin ərazisidir. Çünki görürsünüz, Kürdən şimaldadır və bu Bakı və bu Şamaxı, hər ikisi onun şəhəri olub, hətta paytaxtı olub. Bizim kitabdakı xəritələrdə Şamaxı göstərilir. Düzdür, onun paytaxtı olaraq və ona görə də təbii ki, bu Şirvanşahlar dövlətinin ərazisidir. İndi biz burada baxırıq ki, 12-ci əsr olsun və Şirvanşahlara aid olsun. Baxırıq cavablara. Səfəvilər dövlətinin tərkibində olmaq, Səfəvilər dövlətinin tərkibində olmaq bu səhvdir. Bəli, olub olmanı, amma dediyim kimi 16-cı əsrdə olub, olmaz. Bizdən 12-ci əsr istəyir. Baharlı dövlət ilə həmsərhəd olmaq, bu da olmaz. Əslində Baharlı ilə də həmsərhəd olub, yalnız amma 15-ci əsrdə olub. Yenə deyirəm, burada 12-ci əsr deyil. Tərkibində olan Dərbənd və Bakı şəhərlərinin liman şəhər kimi tanınması. Bəli, doğru cavab budur. Bir daha burada biz bilirik ki, Dərbənd burada yerləşirdi, bu hissədə yerləşirdi, Bakı da bu hissədə yerləşir və ikisi də liman şəhər kimi tanınırdı. Görürsünüz, Xəzər dənizi sahilində yerləşir. Ona görə də bu doğru cavab C-dir. 12-ci əsr olsun, 13 olsun, 14 olsun, fərq eləmir. Şirvanşahlar mövcud olan dövrdə hər iki şəhərimiz liman şəhər kimi tanınırdı. Və hər ikisi də Şirvanşahların tərkibində olub. Bayandurlu dövlət ilə müttəfiq əlaqələri saxlamaq, bəli, saxlamağa saxlayıb, amma yenə o da 15-ci əsr hadisəsidir, ona görə də olmaz. Bir daha deyirəm, burada doğru cavab C-dir. Bu həmən sualın Y cavabı bura düşüb. Paytaxt şəhərinin birinin Təbriz olması, bilirik ki, Şirvanşahlar, Təbriz Şirvanşahların paytaxtı ola bilməz. Təbriz cənubda yerləşir, Şirvanşahlar isə şimalda mövcud olmuş dövlətimizdir. Gəldik 11-ci suala. 15-ci əsrin ikinci yarısı, 16-cı əsrin birinci yarısı Azərbaycan tarixinə aid ümumi cəhət, yəni oxşarlıq. Baxırıq cavablara, ölkə torpaqlarının böyük bir hissəsinin Səfəvilər dövlətinin tərkibində olması. Bu səhv. Niyə? Çünki bir daha deyirik, burada Səfəvilər dövləti deyirsə, 15-ci əsr Səfəvilər dövləti ola bilməz. Baharlı dövlətinin Teymurilərlə mübarizə aparması 15-ci əsrdə aparsa da artıq 16-cı əsrdə bu dəfə Baharlı dövləti artıq yox idi. Ağqoyunlularla Şirvanşahlar arasında gedən fasiləsiz müharibələr, bilirik ki, bunlar dost və müttəfiq olub, bir daha deyirik və onlar müharibə apara bilməz və gəlirik ölkə torpaqlarının ilk dəfə vahid dövlət tərkibində birləşdirməsi. Bu da yanlışdır, çünki ilk dəfə birləşdirilib ölkə torpaqları Sağcıların dövründə, o da 9-10-cu əsrlər olduğuna görə, burada 15-16 olduğuna görə bu da olmaz. Və burada bir dənə doğru cavab qalır zaten, o da Y cavabıdır. Bəli, 15-ci əsrin ikinci yarısında Osmanlılar Ağqoyunlu dövləti ilə savaşıb, bunu biz bilirik. Uzun Həsən və 2-ci Mehmet bir-biri ilə mübarizə aparıb və 16-cı əsrdə isə Şah İsmailin dövründə bilirik ki, Çaldıran döyüşü Səfəvilərlə Osmanlılar arasında olub. Deməli, hər iki dövlətimiz Osmanlı ilə müharibə aparıb. Biri 15-ci əsrdə, biri də 16-cı əsrdə. Ona görə doğru cavab Y-dir. Gəldik 12-ci suala. Şirvanşahlar dövləti, Mərdəkan qalası, Qız qalası ərazisində yerləşən digər üçüncünü tapmalıyıq.
və bayaq da dediyim kimi biz burada çıxdaşla da istifadə etsək, məsələn Bəz qalası Ərdəbildə yerləşir, Əlincə qalası Culfada yerləşir, Möminə Xatun türbəsi Naxçıvanda yerləşir, Pəri qalası Zaqatalada yerləşir. Zaten buradan da baxsaq görürük ki, cavab nə qalır? Gülüstan qalası bayaq da dediyim kimi o Gülüstan qalasıdır ki, Şeyx İsmayıl Qızılbaşlarla nə etmişdi? Mühasirəyə almışdı və o məşhur onun müraciəti sizə Gülüstan qalası lazımdır, yoxsa Azərbaycan taxtı. Və biz araşdırmalıyıq, bilməliyik ki, bu Gülüstan qalası harda yerləşir? Bir daha deyirəm, Şamaxıda yerləşir. Təbii ki, bu da Şirvanşahlar dövlətinə aid bir qalalardan biri sayılır. Davam edək. 13-cü sual. Atabəylər dövlətinin ilk paytaxt şəhərini müasir xəritəmizdə müəyyən etmək lazımdır. Bu bizim müasir xəritəmizdir. Burada ancaq şimal torpaqlarımız var. Bu da bir hissəsi, tam yox. Və biz burada ikiyə, yenə də təkrar üçün olsun. Məsələn, 2 Şamaxıdır, olmaz. 3 Bərdədir, olmaz. 4 Gəncədir, olmaz. 5 Qazaxdır, olmaz. Tovuz Qazax bölgəsi belə deyək. Bunların heç biri cavab deyil. Təbii ki, Naxçıvan 1-dir. Ona görə də biz A cavabını götürməliyik. Baxın, görürsünüz, Naxçıvan burada Azərbaycanın əsas hissəsindən ayrılmış vəziyyətdədir. Arada Ermənistan ərazisi var, onu da bilmək lazımdır. Həmən yadınızda saxlayın ki, belə bir hissədə sanki ada kimi Naxçıvan qalıb orada sol tərəfdə və tez tapmanız üçün bunu yadda saxlaya bilərsiniz. Cavab 1. A. Davam edək. Deməli, 14-cü sual Səfəvi Ağqoyunlu dövlətlərindən heç birinə aid deyil. Şərq ölkələrinə yürüşlər etməsi. Hər ikisi Şərq ölkələrinə yürüş edib. Biz bunu bilirik. Uğurlu hərbi qələbələr nəticəsində yaranıb. Ümumiyyətlə bilin ki, həm Qaraqoyunlu, həm Ağqoyunlu, həm də Səfəvilər dövləti uğurlu qələbələr nəticəsində yaranıb və o hər iki dövlətə aid olduğuna görə, deməli burada cavab nə deyir? Heç birinə aid olmamalıdır. Böyük bir imperiya çevrilməsi. Biz bilirik ki, Səfəvilər böyük bir imperiya çevrilib. Deməli, Böyük Səlcuq imperiyasının parçalanması nəticəsində yaranmaq. Bəli, cavab əslində asandır. Böyük Səlcuq imperiyası 12-ci əsrdə parçalanıb. Amma biz bilirik ki, Ağqoyunlu 15-də yaranıb, Səfəvilər 16-da yaranıb. Ona görə də heç bir əlaqəsi yoxdur. Misir Məmlük dövləti ilə həmsərhəd olmaq. Bax, Ağqoyunlu'nun ərazisi, düzdür? Burada qərb istiqamətində görürsünüz, həm Osmanlı ilə həmsərhəddir, həm də Misir Məmlük dövləti ilə həmsərhəddir. Yəni, en azından Ağqoyunlu dövlətində biz bunu görürük. İndi burada Səfəvlərə də baxaq. Baxın, görürsünüz, Səfəvilər dövləti, yəni Səfəvlərin ərazisi görürsünüz, qərb tərəfdə həm Osmanlı ilə, həm də Misir Məmlük dövləti ilə həmsərhəddir. Deməli, ona görə də cavabımız burada D-dir. Bir daha bundan görmüş olduq. Gəldik 15-ci suala. 15-ci sual Albaniya ilə Səlcuqluları dövlətinə aid oxşar cəhətləri seçin. Albaniya şimalda yaranıb, Səlcuqlular cənubda yaranıb. Ona görə də nə bir, nə iki, birinə aid, birinə yox. Ərəb xilafəti ilə münasibətlərin olması, bəli, doğru cavablardan biri budur. Albaniya bilirik ki, 7-ci əsrdə Albaniya ərəblərdən asılı düşüb, 8-də də zaten onun süqutu uğradıblar. Hər halda burada bir münasibətlər var. Burada pis və ya yaxşı münasibətlərdən getmir. Ümumiyyətlə əlaqədə olub-olmasından gedir. Səlcuqlu dövləti də bilirik ki, zaten yaranandan sonra bir müddət xilafətdən asılı olub, hətta ona xərac ödəyib. Bilirsiniz ki, Yusif Səlcuqlu xəracı dayandırıb. Buna görə aralarında mübarizə olub və sonra zindana düşmə məsələsi, xəlifə onu azad edib üsyanları yatırmaq üçün göndərir. Bütün bunlar hamısı xilafətlə münasibətləri göstərir. Hər ikisində var. Eramızın əvvəllərində mövcud olub. Xeyr, bir daha izah edirəm. Eramızın əvvəlləri deyəndə 1, 2, 3-cü əsrlər nəzərdə tutulur. Təbii ki, burada Səlcuqlu dövləti hələ yox idi. Orta əsrlərdə süqut etmək, bəli, növbəti doğru cavab da budur. Hər ikisi orta əsrdə süqut edib. Albaniya 8-ci əsrdə süqut edib. Sacilər də bilirsiniz ki, 10-cu əsrdə süqut edib və 8-də 10-cu əsrdə ikisi də orta əsrlər sayılır. Ona görə doğru cavab 3-5, yəni C-dir. Gəldik 16-cı sual. 11-12-ci yüzilliklərdə Azərbaycanda baş verməmişdir. Baş verməyən hadisəni soruşur. Ya 11-də də ola bilər, 12-də də ola bilər. Bəzi şagirdlər burada elə başa düşür ki, elə olmalıdır ki, həm 11, həm 12 olsun. Xeyr, belə bir şey ehtiyac yoxdur. Burada 11-12 deyirsə, yəni o verilmiş hadisə 11-də də ola bilər, 12-də də ola bilər, hər ikisində də ola bilər. Əgər 11-də varsa artıq bu cavab deyil. Yəni bizə lazımdır ki, 11-12-ci əsrdə olmasın. Hə 11-də olsun, hə də 12-də olsun. Olanları da götürmək olmaz. Məsələn, iqtisadiyyat, mədəniyyət inkişaf edib, baş vermiş hadisədir. Ona görə götürmək olmaz. Ölkənin müdafiə qabiliyyəti daha da güclənib. Bəli, güclənib. Çünki Səlcuqlu dövlətinin tərkibində düşmüşük və ölkənin müdafiə qabiliyyəti daha da güclənib. 12-də də Eldənizlər yaranıb, bir daha güclənib. Naxçıvan paytaxta çevrilib, bəli, 12-ci əsrdə çevrilib. Güclü vahid dövlətin mövcud olması, bəli, 12-ci əsrdə məsələn Eldənizlər dövləti güclü və vahid dövlət sayılır. Və burada doğru cavab yedir. Səlcuq dövlətinin yaranması. Çünki Səlcuq dövləti, burada diqqətli olmalıyıq, bəli, bəzi şagirdlər aldana bilər. 11-ci əsrdə yaranıb yaranmağa, amma Azərbaycanda yaranmayıb. Harda yaranıb? Mərkəzi Asiyada yaranıb. Ona görə də diqqətli olmalıyıq və bunu nəzərə almalıyıq. Aldanmaq lazım deyil. 16-cı sualda cavab yedir. Gəldik 17-ci suala uyğunluğu müəyyən edin. Burada baxırıq dinin günəşi 1-də dinin günəşi Qızıl Arslanla çarpışır, səhvdir. Niyə? Çünki dinin günəşi Şəmsəddin Eldənizə aid bir ifadədir. Şəmsəddin sözü zaten dinin günəşi deməkdir. Yəni Eldənizə aiddir. Deməli 2-də baxırıq Turan Sultanı bilirik ki, bu kimə deyilirdi? Bu Əmir Teymura deyilirdi. Bu doğru cavabdır. Afşin, Qara Yusif, Afşin də bilirik ki, Heydər Çavusoğluna deyilirdi. Babəki üsyanı yatırana. Bir də ki, biz Sacilərdə nə öyrəndik? Sacilər hökmdarları bir qayda olaraq Afşin titulu götürüldü. Qara Yusif isə Qaraqoyunlu dövlətinin qurucusudur. Deməli bu kəsişmədə yanlışdır. Ona görə də burada yalnız 2, yəni D cavabı doğru cavabdır. 21-ci sual eramızdan əvvəl 18-ci sual eramızdan əvvəl 6-cı yüzillik və eramızdan 8-ci yüzillik tarixinə aid oxşarlıq.
Eradan əvvəl 6-cı əsrdə bilirik ki, Manna dövləti süqut edib. Düzdür? Eramızın 8-ci əsrində isə Albaniya dövləti süquta uğradılıb. Dolayısıyla baxırıq burada yadelli hücumlarına son qoymaq heç vaxt son qoyulmayıb. Hər zaman buna bir ehtimal var. Dövlətçiyanların bərpa olunması bu da səhvdir. Dövlətçiyanların bərpa olunması demək ki, yeni bir dövlət yaranmalıdır. Bəlli bir dövr, yəni Azərbaycanda dövlət olmamalıdır. Ara kəsilməlidir. Sonra bir dövlət yaranmalıdır ki, biz bunu deyək. Biz bunu nə vaxt istifadə edirik? Eradan əvvəl 4-cü əsrdə Atropaten Albaniya yaranması ilə, bir də 9-cu əsrdə Şirvanşahların yaranması ilə deyirik ki, dövlətçiliyimiz bərpa olundu. Məsələn, olsaydı eramızdan əvvəl 4-cü əsr və eramızın 9-cu əsr olsaydı, onda biz B-ni götürə bilərdik. Doğru cavab C-dir. Mövcud dövlətlərin süquta uğraması görürsünüz. Manna və Albaniya, bəli. Ona görə burada C. Albaniya dövləti öz daxili müstəqilliğini qoruması, eradan əvvəl 6-cı əsrdə Albaniya diye bir dövlət yox idi. Yeni bir dövlətin əsasının qoyulması o da səhvdir. Çünki nə eradan əvvəl 6-cı əsrdə, nə də eramızın 8-ci əsrdə belə bir dövlət Azərbaycanda yaranmayıb. 19-cu sual, dövlətlərə aid olan xüsusiyyətləri cədvəldə rənglənmiş yerlərə uyğun olaraq müəyyən etmək lazımdır. Baxın, görürsünüz, Qaraqoyunlu dövlətinin yanında deməli 15-ci əsr rənglənib, Ağqoyunluda da 15-ci əsr rənglənib. Çünki Ağqoyunlu 16-cı əsrdə də olub, amma yox, görürsünüz, rənglənməyib. Qaraqoyunlu zaten 16-da yoxdur. Səfəvilər dövləti də 15-də yoxdur və zaten 16-cı əsrdə var. Uyğunlaşdırmaq lazımdır. Misal üçün Şirvanşahlar burada nədən Qaraqoyunludan başlayır. Məsələn, Qaraqoyunlu Şirvanşahları öz tərkibinə daxil edə bilər. Bu bir ehtimaldır. Osmanlı dövləti ilə mübarizə apara bilər. Bu da bir ehtimaldır. Baharlı sülaləsi tərəfindən idarə edilə bilər. Bəli. Əslində burada deməli bir C olmalıdır. Niyə? Çünki Baharlı %100 Qaraqoyunludur. Nə Ağqoyunlu, nə də Səfəvi ola bilməz. Deməli bu mütləq bir C olmalıdır. Bir C olmalıdır. Sonra baxırıq burada deməli Ağqoyunlu dövləti 2. Bir də Azərbaycan torpaqlarını 2 dəfə birləşdirmə ifadəsi var. Bu zaten yanlışdır. Heç birinə aid deyil. Çünki bunu 2 dəfə eləyən sacilərdir. Deməli 2-yə baxırıq. Ağqoyunlu dövləti C-ni aid elədik Qaraqoyunluya. Deməli A-dan B-dən ikisindən biri olmalıdır. 15-ci əsrdə Ağqoyunlu təbii ki Osmanlı ilə mübarizə apara bilər, amma 16-da apara bilməz. Zaten 16-cı əsrin əvvəllərində həmən süqut eləyib. 16-cı əsrdə Səfəvilər Osmanlı ilə mübarizə aparan Səfəvilərdir. Ona görə də deməli və Ağqoyunlu da Şirvanşahları öz tərkibinə qata bilməz. Çünki Şirvanşahlardan dost və müttəfiq olub. Deməli 2 də olacaq B. Bəli, 15-ci əsrdə Ağqoyunlular Osmanlı ilə mübarizə aparıb. 3 Səfəvilər dövləti 16-cı əsrdə Şirvanşahları öz tərkibinə daxil edib. Ona görə də burada cavab 1C, 2B, 3A olmalıdır. Deməli, bu cavab da bizdə harda görsənir burada? Baxın, D-də görsənir. D cavabı 1C, 2B, 3A. Davam eləyək. 20-ci sual. Daha əvvəl baş vermiş hadisəni müəyyən edin. Deməli, Babək hərəkatı rəhbərlik edib 9-cu əsr. Sazilər dövləti süqut edib 10-cu əsr. Ən azından bunu bilirik ki, 9-da yaranıbsa 10-cu əsrdə süqut eləyib, 9-cu əsrin sonunda yaranıb da, bu kitabda yazılıb. Şirvanşahlar dövlətinin yaranması burada 9-dur. Albaniyanın süqut etməsi 8-dir və Y-də cavabında Azərbaycan torpaqlarının ərəblərin ilk hücumuna məruz qalması bilirik ki, kitabdan elə Babək mövzusunda yazılıb. Ərəblərin ilk hücumları 7-ci əsr olub. 7, 8, 9, 10 təbii ki, burada hansını götürməliyik? Y cavabı götürməliyik. Daha əvvəl baş vermişdir. Gəldik 21-ci suala. 21-ci sualda deyir ki, mətn sualıdır. Ağqoyunlu hökmdarı İsmailin Lahıcanda olduğu öyrənilir və İsmail ona verilməsi tələb edilir və deməli, Lahıcan hakimi Mirzə Əli İsmaili bir səbətə qoyaraq ağacdan asmış və müqəddəs kitabımız Quran-ı Kərimə əl basaraq demişdi ki, and olsun ki, İsmailin ayaqları mənim torpaqlarımda yerə dəymir. Mətn və dərsliyimizdəki məlumatlara əsasən doğru fikri müəyyən etmək lazımdır. Deməli, A cavabında deyir ki, Lahıcan hakimi Ağqoyunlu hökmdarı Həsən Padşah. Bu yanlışdır. Niyə görə? Çünki burada Həsən Padşahın adı çəkilir. Biz bilirik ki, bu Lahıcan hakimi üzərinə gedən elçiləri göndərən Ağqoyunlu hökmdarı artıq Həsən Padşah yox, onun nəvəsi olan Rüstəm Padşahdır. Rüstəm Padşahdır. Olmaz. Deməli, Həsən Padşah artıq ölüb. Dünyasını dəyişib o dövrdə. Sonra Şah İsmail ölüm təhlükəsi ilə üz-üzə qalsa da təhlükədən qurtuldu. Bu cümlə yanlışdır, çünki burada şah sözündən istifadə edilir. Hələ o dövrdə İsmail şah deyil idi, şeyx idi. Bayandurlu hökmdarları, Səfəvi şeyxləri özləri üçün təhlükə hesab edilirdi. Bəli, bu doğru cavabdır. Biz bilirik ki, 15-ci əsr boyunca bəli, həm Bayandurlu hökmdarları, ondan əvvəl Baharlı hökmdarları, həm Şirvanşahların hökmdarları o dövrdə Səfəvi şeyxlərini özləri üçün təhlükə hesab edirdilər. Ona görə də Rüstəm Padşah nəyin bahasına olsun, İsmaili tapıb onu da böyük ehtimal edam etdirmək istəyir, aradan götürmək istəyirdi. Amma onu bilirsiniz ki, onun göndərdiyi elçilər onu tapa bilmirlər və sonra İsmail bir müddətdə gizlənir, sonra qayıdıb gəlib mübarizəyə başlayır təzədən və yeni bir dövlət yaradır. D və Y niyə səhvdir? Gəlin buna da baxaq. Bu yaxşı bir sualdır. Çünki Mirzə Əli bu hiləsi qarşılıq olaraq, Mirzə Əlinin bu hiləsinə qarşılıq olaraq Ağqoyunlular Səfəvilər dövlətinə müharibə elan etdi. Yenə burada cümlə yanlışdır. Çünki bu hadisə baş verən zaman hələ Səfəvilər dövlət deyil idi. Səfəvlərin dövlət olması üçün İsmail deməli Təbrizi tutmalı və özünü şah elan etməlidir. O da hələ ona var bu hadisəyə. Y niyə səhvdir? Lahıcan hakiminin bütün səylərinə baxmayaraq Şeyx Heydər öldürüldü. Zaten bu hadisəyə qədər Şeyx Heydər bilirik ki, öldürülməli idi, öldürülüb və ondan sonra zaten hətta böyük oğlu şeyx olur, sonra o da öldürülür, sonra o həmən böyük oğlu İsmaili gizlədir, əmr verir ki, gizləsinlər, onu şeyx təyin edir və gizlətdirir. Yəni bu hadisə, bu mətndə verilən hadisə zamanı artıq Heydər öldürülmüşdür, onu demək istəyirəm. Deməli cavab burada C-dir.
22-ci sual da deyir ki, 15-ci yüzillikdə hakimiyyətdə olmuş türk hökmdarları. Uşaqlar, türk hökmdarları deyəndə bilin ki, həm Azərbaycandakı hökmdarlar, həm də Osmanlıdakı hökmdarlar, Səlcuqlu hökmdarları və ya Teymurilər, bunlar da türk hökmdarı sayılır. Yenə bir daha deyirəm, deyəlim ki, Səlcuq hökmdarı tanıyırıqsa o, deyəlim orada Aslan Şah var, düzdür? O da türk hökmdarıdır. Eldəncilər də türk hökmdarıdır. Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi hökmdarları türk hökmdarıdır. Osmanlı hökmdarları da türk hökmdarıdır. Bir də Teymurilərdə Əmir Teymur, o da bilirsiniz ki, o da türk hökmdarı sayılır. Və baxırıq burada, ona görə də Şah İsmayılı götürə bilər, yəni 15-ci əsr olduğuna görə Şah İsmayıl 16-cı əsrdə olmaz. Qızıl Arslan, Sultan Qızıl Arslan, bunu da götürə bilərdik, amma o da 12-ci əsrdir, o da olmaz. Sultan II. Mehmet cavablardan biri budur. 15-ci əsr və Uzun Həsən, bilirsiniz ki, ikisi də zaten bir-birindən mübarizə aparıb. Cavab 3-lə 4-dür. Şeyx Heydər də bilirik ki, 15-ci əsrdə olub, amma hökmdar deyil, o sadəcə Ərdəbil hakimidir. Ona görə də onu hökmdar kimi götürmək olmaz. Doğru cavab 3-4. Gəldik 23-cü suala. Dövlətin süqut etmə ardıcılığını müəyyən etməliyik. Deməli, baxırıq, təbii ki, burada birinci Atabəylər süqut eləyib. Çünki ən azından 12-ci əsrdə yaranıb və Qaraqoyunlu dövlətindən əvvəl süqut eləyib ki, Qaraqoyunlu dövləti sonra Azərbaycanda yaranıb. Yəni, belə deyək, 13-cü əsrdə süqut eləyib Atabəylər. Birinci Atabəyləri götürməliyik. Sonra Baharlını götürməliyik. Qaraqoyunlu dövlətini götürməliyik. Zaten Bayandurlu Baharlını süqut uğradıb və onun yerinə yaranıb. Ona görə də Bayandurlunu götürməliyik və Bayandurlu da Səfəvilər də Bayandurlu dövlətin yerinə yaranıb. Ona görə də ən sonda Səfəvilər götürməliyik. 18-ci əsrdə süqut eləyib. 3-4-1-2 olmalıdır. 24-də isə Azərbaycanda Ərəb xilafətinin hakimiyyət dövründə baş vermişdi. Yəni 7-9-cu əsrdə baş vermiş hadisəni istəyir. Azərbaycanın cənub torpaqlarının üsyançıları mərkəzinə çevrilib, bəli. Bəz qalası Ərdəbil yaxınlığında yerləşirdi və o üsyanın mərkəzi idi, doğru. 2. Bəz qalasının Şirvanşahlar tərəfindən inşa edilməsi mümkün deyil. Çünki Bəz qalası dağıdılandan sonra hələ Xürrəmlər yatırılıb, sonra bir müddət sonra xilafət zəifləyib və Şirvanşahlar yaranıb. Yəni Şirvanşahlar aidiyyəti yoxdur. Şimal torpaqlarımızda dövlətçiliyimizə son qoyulub, bəli. Üzr istəyirəm, bəli, bu da cavablardan biridir. Niyə? Çünki şimal torpaqlarımızda dövlətçiliyimizə son qoyulub, 8-ci əsrdə Albaniyanın süqut etməsi, bu nə deməkdir? Dövlətçiliyimizə son qoyulub və bu da xilafətin hakimiyyət dövrü deməkdir. Vergilərin yüngülləşdirilməsi, bu da doğru cavablardan biridir. Bəli, biz çaşa bilərik ki, axı Xürrəmlər hərəkatının deməli səbəblərindən biri vergilərin artırılması idi. Necə ola bilər yüngülləşdirilib? Burada biz bir şey unutmayaq ki, 7-ci əsr və 9-cu əsrdə fərqli yanaşma var. 7-ci əsr dövründə ilk xəlifələr dövrü deyirik. Orada hər şey normal olub, vergilər yüngülləşdirilib, əhalinin vəziyyəti yaxşılaşıb falan filan və xəlifələrin məqsədi əsasən İslam dinini yaymaq idi və xalqın rəğbətini qazanırdılar o dövrdə. Amma sonradan biz bilirik ki, sonraki xəlifələrdə bütün bunlar hamısı pisləşməyə doğru getdi. O cümlədən vergilər də artırıldı. Yəni biz onu öyrətdiyimiz kimi xilafətin dövründə, hakimiyyət dövründə vergilər yüngülləşib də deyə bilərik. İlk əvvəl təbii ki və vergilər ağırlaşıb da, çoxaldılıb da deyə bilərik. Ona görə 4-də doğru cavabdır. Xürrəmlər hərəkatı qələbəli nəticəsində bu yanlışdır. Bəli, biz bilirik ki, Xürrəmlər hərəkatı amansızlıqla yatırılıb. Ona görə doğru cavab 1, 3 və 4. Və nəhayət, əziz şagirdlər, 25-ci suala gəldik çatdıq. 25-ci sualda deyir ki, klasterdir. Klasterdə biz cənub torpaqlarımızda baş verən, bunun altından xətt çəkirəm və özünüz də həmişə bunu edəndə bu şəkildə yanaşın. Cənub torpaqlarımızda baş verən hadisəni tapmalıyıq və həm də nə olmalıdır? Birinci milliyin ikinci yarısı olmalıdır eradan əvvəl. Görsüz bir cavab verilib, yeni dövlət yaranıb, bəli, yaranıb, Atropatena yaranıb, doğru. Və sonra Qazaka paytaxta çevrilib, bəli, o da doğru, yəni cavablardan biri 1-dir. Sonra Albaniya Romalılar sülh bağlayıb, əslində ikinci yarısında, eradan əvvəl birinci milliyin ikinci yarısında olmuş hadisədir. Amma biz bunu niyə götürmürük? Çünki bizdən, bax bir daha göstərirəm, cənub soruşur, Albaniya şimaldadır. Makedoniya İskəndərə qarşı mübarizə aparılıb, bəli, bunu da götürməliyik. Biz bilirik ki, Atropat hakim olanda İskəndərə qarşı mübarizə aparıb, Atropat da Azərbaycanın cənub torpaqlarını idarə edən bir hakim idi. O cümlədən, ona görə də 3-ü də götürməliyik. İranzu ala bilməz zaten. İranzu işğal edilmiş torpaqlara qaytarıb və cənubdakı hadisədir. Amma birinci milliyin ikinci yarısı yox, birinci yarısıdır. Ona görə 4 olmaz. Və 5-ci cavab da doğru cavabdır. Sənətkarlıq ticarət inkişaf edib. Həm Atropatenada da edib zaten bilirsiniz bunu, həm Albaniyada. Ona görə də doğru cavab 1-5-dir. Belə, əziz şagirdlər, beləliklə bugünkü dərsimizdə başa çatdı. Ümid edirəm bu geniş izahlarımdan faydalanırsınız. Gələn dərslərimizdə, sınavlarımızda görüşənə qədər salamat qalın.